Bugün Müslüman cildine giren bir dəstə insan İmam Həsən əleyhissalatu vesselam üçün. Bakın bugünkü gündən hələ keçmişə getmək lazım deyil. Bugünkü gündə insanları imamdan uzaq salmaq üçün bakın hədis düzəldirlər ki, İmam Həsən əleyhissalam daha çox, üzr istəyirəm, arvad gətirib boşayan şəxslərdən idi. Hətta İmam Əli əleyhissalamdan hədis gətirirlər ki, İmam Əli əleyhissalam deyib ki, oğlum Həsənə qız verməyin, o daha çox arvad gətirib və boşayır. Yəni bu qədər etibarsız bir adam kimi başlayırlar imamları insanlara təqdim etmək. İmam Hüseyin əleyhissalatu vesselamın o böyüklükdə müsibəti bugün nə ilə gətirib cılızlaşdırmağa çalışırlar? Həzrət Hüseyin zamanənin xəlifəsinə qarşı çıxdığı üçün xəta elədi. Baxın, şübhə salır, hər birinin qəlbinə salmır. Bununla belə görürsünüz ki, Allah'a gedən yola sərt çəkməyə çalışır. Amma cavanlar, müminlər, müsəlmanlar, bunlar hamısı bu ayədə innellezine yesudduna an sabilillah, onlar o şəxslərdir ki, Allah'ın yoluna sərt çəkirlər. Bugün baxmayaraq saqqal saxlayırlar, səcdə edirlər, məzlumcasına namaz qılırlar, haqdan danışırlar, amma bunlar biləsiniz ki, bizləri imamlardan, əhl-i beytdən uzaq salmağa formalaşdıran bir müsəlmandır.